Xam Azərbaycan nefti Ermənistanın nəyinə lazımdır ki? Mən bu xəbəri oxudum və o, mənə çox qəribə təsir bağışladı. Hətta peşəkar mütəxəssislərin olduğu LinkedIn adlanan platformada həmin xəbərə olduqca maraqla yanaşmışdılar. Onlar Ermənistanın Azərbaycandan neft idxal etmək təşəbbüsünü müsbət qarşıladılar. Ancaq Ermənistanın Azərbaycan neftini niyə idxal etsin ki? Bu sözləri Yeni Sabah'a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O, Qəbələdə Azərbaycan və Ermənistan rəsmiləri arasında xam neft barədə razılığın nəticələrini şərh edib. Xatırladaq ki, bunu prezidentin köməkçisi Hikmət Hacıyev açıqlayıb. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mger Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında əldə olunduğunu diqqətə çaydırıb. O ölkələr neft idxal edir ki, onların neft ayırma zavodları var. Gürcüstan Azərbaycandan bizdən neft idxal edirmi? Etmir. Çünki qonşu ölkədə neft ayırma zavodu yoxdur. Alıb nə edəcək? Bu baxımdan Ermənistan da yoxsuldur, neft ayırma zavoduna sahib deyil, deyə İlham Şaban vurğulayıb. Ümumən neft məhsulları bazarı heç yarım milyon ton illik tələbat olmayan bazar üçün neft emalı zavodu tikməyin mənası varmı? Əlbəttə, yox. Ona görə söhbət neft məhsullarından gedə bilər, deyə o əlavə edib. Ekspert qeyd edib, Ermənistan Azərbaycandan neft məhsulu almaq istəyərsə, əvvəlcə sülh müqaviləsi imzalanmalı, diplomatik əlaqələr formalaşmalıdır. Azərbaycan vaxtilə Gürcüstanın neft məhsullarına olan tələbatının təqribən 1/3-ni təmin edirdi. Heydər Əliyev adına neft emalı zavodun modernləşdirilməsi prosesi ilə əlaqədar olaraq istehsal da azaldı. Ancaq Ermənistana neft borusunun çəkilməsi müəmmalı məsələdir. Doğrudur, Naxçıvana qaz kəməri çəkə bilərik. Reallıq budur. Ukrayna ilə bağlı irəliləyiş var, Trump bunu bacarır, Whitaker. ABŞ prezidenti Donald Trump Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün necə təzyiq göstərəcəyini bilir. Axar az xəbər verir ki, bunu ABŞ-ın NATO'dakı daimi nümayəndəsi Matthew Whitaker Fox News telekanalına açıqlamasında bildirib. Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə edirik. Prezident Trump Ruslara və Ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir. Bilirsiniz, mən optimistəm, ümidliyəm, o deyib. Whitaker söyləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ prezidentinin kürəkəni Jared Kushner Ukrayna və Rusiyaya çoxmərhələli və mürəkkəb sazişin hazırlanmasına kömək edirlər. O, həmçinin qeyd edib ki, nə vaxtsa Trump sülh sazişinin mümkünsüz olduğuna qərar verə bilər. Bu halda ABŞ prezidenti sülh prosesindən geri çəkilə bilər. Sülh planı yekunlaşdırılır, ABŞ-a göndəriləcək, Zelenski. Sülh planı 28 bənddən 20 bəndə endirilib. Axar az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, ancaq ərazi məsələsində heç bir güzəşt yoxdur. O, sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-a göndəriləcəyini bildirib.